Təbibin tabeliyində fəaliyyət göstərən Mingəçevir şəhər mərkəzi xəstəxanasından xəstə məmnunluğu. Abdullayev Aqil Mutfaroğlu. Mən ölümcül bir vəziyyətə gəlmişdim mübarizəyə. Çox sağ olsun, mən bu Mamet doktor məni geriyə döndərdi. Çox şadam, bu Allah dövlətimizi, millətimizi qorusun ki, belə bir şərait qurub bizə. Bu da işçilərdən çox şadam. İşçilər vaxtı-vaxtına bizə baxdırırlar, nə lazım onu edirlər. Allah ordumuzu, millətimizi, vətənimizi qorusun. Çox sağ olun ki, siz də əziyyət. Sizin xəstəliyiniz nə idi? Nə ilə? Mədəmdə deşik var idi, ölümcül. Yəni vaxtında müraciət eləməmisiniz həkimə? Xeyr, ölümcül vəziyyətində doktor, Mamet doktor məni geri qaytardı. Geriyə, dünyaya qaytardı. Çox şadam, Allah sana dəyməsin, Allah ömür versin. Buranın işçilərindən çox şadam. Həmişə bizim hər dəqiqə, hər saniyə bizim qulluğumuzda dururlar. Çox sağ olun. Əməliyyat olunmuşsunuz da yəqin ki? Bəli, əməliyyat olmuşam. İndi vəziyyətiniz yaxşıdırmı? Özünüz necə hiss Allah'ın edirsiniz? verdiyinə yaxşıyam, çox sağ olun, yaxşıyam. Bir şəhər sağ-sayıl Təbriz 7 Mənzil Üniversitəsində yaşayan Rüstəm Baba Durna Rəhim qızı. Mənim bu məlumatı verməyim Mingəçevir şəhər xəstəxanası haqqındadır. Mənim özüm şəkər xəstəsi, təzyiq xəstəsiyəm. Onkoloji xəstəxananın da yatıram. Ülfət həkim sağ olsun. Onkoloji xəstəxanaya getdim. Gəldim, iynə dərmanımı aldı. Həkimlərlə danışdı. Əziyyətimi çəkdi. Bugünkü gündə 210 təzyiqlə mən nevroloji xəstəxanaya götürüldüm. Allahıma and olsun. Böyrək xəstəsiyəm. Allaha yenə and olsun. Məni yaxşı qarşıladılar. Bugünkü gündə 3 gündür təzyiq dərmanı atmıram. Təzyiqim elə gözəl, normal. Böyrək həkimi Cavid Eldaroğlu sağ olsun. Nevroloji həkim Cahid həkim sağ olsun. Mədə bağırsaq həkimi Mübariz Vahidoğlu sağ olsun. Baş tibb bacısı Humay xanım sağ olsun. Nevroloji xəstəxananın təsərrüfat bacısı Svet xanım sağ olsun. Mənə göstərdikləri qayğıya, sayğıya görə çox minnətdaram. Allahımdan çox razıyam ki, Mingəçevirin səhiyyəsinin belə işçiləri var. Kollektivi gözəl, kollektivi gözəl. Başda səhiyyənin direktoru Ülfət həkim olmağına çox minnətdaram onlara. Böyrək həkiminə, mədə həkimi, adların dediyim, nevroloji həkimlər, kollektiv də vapşi analığı olmayan Azərbaycanın bütün rayonlarına Mingəçevir xəstəxanasına gəlirlər. Görün, indi necə təşkilat var. Belə həkimlərə tərəqqi medalları verilməlidir ki, belə həkimlərə quş qanadı ilə uçar. Əvvəllər mənə müalicə olunub. Amma əgər yaxşı müalicə olunsaydı, mən ya bu xəstəlikləri tapırdım. Yaxşı müalicə. Amma bugünkü gündə səhiyyə sağ olsun, sağ olsun. Qurana and olsun. Hansı otaqda hamamı, tualeti, şampunu, qabı, qacağı, xəstə bir canı ilə gəlir. Əvvəllər xəstələr dərman alıb evə gedirdi. Amma indi xəstələr şöbələrdə yatır, otaqlarda yatır. Göstərilən yaxşı qayğıya, yaxşı sayğıya görə. Hamımız insan xırda ömür yaşayırıq. Bir dəfə də yaxşılığı deyək, göydən Allah baxır axı. Hər bir insan Allahdan qorxsun. Açor deməklə heç kim qabağa getməz. Bir-birimizin ayağını çəkməklə heç vaxt Allah heç kimə çörək verməz. Ülfət həkim sağ olsun. Yenə böyrək həkimi Cavid həkim sağ olsun. Xəstəxanadayım. Mamet doktor həkimidir, çox sağ olsun, çox yaxşı baxdı, əməliyyatı da yaxşı keçdi. Buradakı işçilər də hamısı yaxşıdırlar, hamısından razıyıq. Heç kimlə narazılığımız yoxdur. Başda Mamet doktor olmaqla. Çox sağ olsun, Allah hamımızın canımızı sağ eləsin. Çox razıyıq. Başta olma şərtilə bütün müəssisələrin köməkçiləri, bütün burada işləyən qulluqçular, bu şeylər, işçiləri çox yaxşı baxırlar xəstələrə, çox razıyam. Hamısı gözəl insanlardır. Çox absurjin çox gözəl gedir. Baxırlar, təmizləyirlər, yaramı təmizləyirlər, baxırlar. Çox gözəl, effektivli iş görürlər köməkçiləri. Başda Mamet doktor olmaqla Allah can sağlığı versin bütün həkimlərə, Mamet doktora, bütün cərrahlara. Çox razıyam, çox. Bu kollektiv çox gözəl kollektivdir. Və həmişə bu kollektiv insanların gələcəyinin yaradıcılarıdır. İnsanlara ikinci həyatı qatarırlar.